Kimdə bu əl tozdurandan varsa, təmizliyini necə edirəm, toz qabısını necə təmizləyirəm, gəlin birlikdə baxaq, sizlərdə fikir olsun. Tozduran üçün təmizləyirəm. Nəm salfetka dolamışdım. Xanımlar soruşmuşlar, nəm salfetkanı necə doluyursunuz? İndi bilməyənlər var. Onlar üçün paylaşmaq istəyirəm. Gəlmişəm həyətdə təmizləyirəm. Zibil üçün klok gətirmişəm. Banka qoymuşam, klok uçmasın. Çıxardaq, baxaq görək. Nə qədər zibil yığıb. Çıxarda bilsəm. Baxın. Görürsünüz, nə qədər zibil yığıb. İndi bunu nəm salfetkada rahatlıqla götürə bilirəm. Nəm salfetkada olamasaydım, bu hamısı torbaya, filtrinə yığılmışdı, yəni bura. Görürsünüz necə rahat. Baxın, rahat. Bu məndə rezinkadır. Elələri var, rezinka deyil. Rahatlıqla bunu çıxardıb çırpacam, yenə nəm salfetka dolayacam. Çırpdım tozunu. Nəm salfetka yanında. Evdə də 3 dənə nəm salfetkanı sıxmışam, suyunu qoymuşam kombiyə. İndi gedib dolayacam, onu da çəkərəm, baxarsınız. Oy, hava nə soyuqdur. Dondum. Çox da şeyləmirəm, onsuz da indi yenə təmizlik edəcəm. Belə, tozduranımız təmiz. Nəm salfetkaları 3 dənə götürmüşəm. 3-ünü də sıxıb qoymuşdum kombiyə üzərinə. Belə dolayıram. 3 dənə bəs edir. Belə. Nəm salfetka ucu quruyubdu. Əllərim dondu. Hava necə soyuqdur. Çayım da qaynadı. Bir dənə çay içim. Gördünüz nə qədər zibil çıxdı. İndi mən bu nəm salfetkanı dolamasaydım, məcbur idim ki, torbasını yuyam və bunu istifadə etməyəm. Belə. Asandır. Bu kadar.